Salam uşaqlar, bugünkü dərsimiz 9-cu sinif din kitabından faiz, nisbət, tənasüb bölməsi olacaq. Bu dərsin izahını mən balaca bir qısa video şəklində vermişəm, kanalda var. Yəni oradan ona baxın və sonra bu testlərin həllərinə baxın ki, başa düşəsiniz. Birinci testdə bizə deyir ki, kvadrat şəklində göstərilən qaydada 25 konkurent kvadrata bölünmüşdür. Ştrixlənmiş hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizidir? Yəni deyir ki, 25 dənə burada konkurent kvadrat var. Baxın, yəni 25 dənə konkurent kvadrat var. Bunlardan neçəsi ştrixlənib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənəsi ştrixlənib. Onda bizə deyir ki, bu neçə faizidir? Yəni, diqqətlə oxuyun. Onda kəsiri faizi çevirmək üçün nə edirik? 100-ə vururuq. 125-ə bölünür 4, 11-i 4-ə vuranda eləyir 44. Demək, biz necə tapdıq? Ümumini həmişə, yəni cəmi 25 dənə bunu aşağı yazırsınız məxrəcə, surəti isə, yəni nə qədər var onu. İndi baxaq üçüncüyə. Üçüncüdə bizə deyir ki, burada cavab 44, yəni oldu E variantı, 44%. İndi baxaq üçüncüyə. Üçüncüdə bizə deyir ki, cədvəldəki ədədlərin neçə faizi natural ədədlərdir. Baxırıq, cəmi neçə dənə ədəd var burada? 10 dənə ədəd var. Baxın, sayırsınız 10 dənədir. 10 dənədən neçəsi naturaldır? Natural ədədlər bölməsində bunu da izah eləmişəm. Natural ədədlər hansı ədədlərdir? Əşyaları saya biləcəyimiz ədədlər. 8, 4. Vəssalam. Hamısı adi kəsirlərdir. Onluq kəsirlər, adi kəsirlər. Demək, onda 8 ilə 4 2 dənədir. Yəni 10 dənədən ikisi demək nə idi? Natural ədəddir. Bizdən soruşur faizlə. Faizlə soruşursa nə edirik? Kəsri faizə çevirəndə 100-ə vururuq. 100-ü 10-a bölürük 10. 2 vurun 20%. Baxaq 5-ciyə. 5-cidə bizə deyir ki, konkurent kvadratlara bölünmüş ABCD kvadratının neçə faizi ştrixlənmişdir? Yenə də 1, 2, 3, 4, 5, 5 dənə belədir. 1, 2, 3, 4, 5, 5 dənə belə. 5 vur 5, 25. Demək 25 dənə dama var burada. 25 dənədən neçə dənəsi ştrixlənib? 3 dənəsi. Yenə də həmin qayda ilə yazırıq. 25 dənədən 3 dənəsi ştrixlənib. Yenə də neçə faizi deyir? Faizi deyirsə nə edirik yenə? 100-ə vururuq. 125-ə bölünür 4, 3-ü 4-ə vururuq. 12%. 12% ştrixlənib. Cavab B variantı. Baxaq 7-ciyə. 7-cidə bizə deyir ki, düzbucaqlı konkurent kvadratlara ayrılmışdır. Ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? Yenə də həmin eyni şeylərdir. Cəmi sayırsız neçə dama var? Cəmi 12 dama var. 12 dənədən neçəsi ştrixlənib? 9-u ştrixlənib. 12-də 9 vurulsun. Yenə də 100. 100 faizə çevirmək üçün hər biri 4-ə bölünür. 100 4-ə bölünür 25, 12 4-ə bölünür 3. 9 da 3-ə bölünür, eləyir 3. 3-ü də 25-ə vurursunuz, eləyir 75%. Cavab D variantı. 9-cu da eynən ondan da şifahi eləyək. Demək, burada 10, 10 dənədən 5 dənəsi, 10-da 5-i də 100-ə vuranda eləyəcək 50. Cavab B variantı eləyəcək. Baxaq 11-ciyə. 11-də bizə deyir ki, sırtam %43 onluq kəsirini faizlə ifadə edin. Bunların da izahını vermişəm, kanalda var. Sırtam %43 kəsiri faizə çevirəndə nə edirdik? 100-ə vururduq. Vur 100 bərabərdir 43. 100-ə vuranda 2 dənə sürüşür. Vergül. 13. Demək, cavab 11-də nə oldu? E variantı 43%. 13-də bizə deyir ki, onluq kəsir şəklində göstərin. Yəni, yanında faiz yazılıb, diqqətli olun. Faizi kəsirə çevirmək üçün nə edirlər? 100-ə bölürlər. Böl 100 bərabərdir. Vergül 2 dənə sürüşür dala, düşür bura. Bu da havada qalmasın deyə yazılır. Belə. 0,10.000-də 8642 B variantı. Baxaq 15-ə. 15-də bizə deyir, ədədin yarısı onun neçə faizidir? Ədədin yarısı, təbii ki, 100-ün yarısı, yəni hər şey 100% edə, 100-ün yarısı nə qədərdir? 50%. Cavab D variantı. Baxaq 17-yə. 300 ədədinin 40%-ni deyir tap. 300 ədədinin 40%-ni tapmaq üçün nə edirik? Ümumiyyətlə, ədədin faizini tapmaq üçün nə edirik? Ədədi faizə vurub 100-ə bölürük.
300 100-ə tam bölünür, qalır 3. 3-ü 40-a vururuq, eləyir 120. Baxaq 19-a. 19-da deyir ki, 4 və 5 ədədləri ilə mütənasib olan 2 müsbət ədədin cəmi 45-dir. Bu ədədlərin hasilini tap. Mütənasib olan deyəndə uşaqlar, bu elə bu deməkdir. Bəzi məsələlərdə belə verilir. 4/5 nisbətində bölünmüş. Belə verir. Yəni həmin məsələ ilə eyni tip məsələdir bu da. Burada nə edirdik? 4K üstə gəl 5K yazırdıq, bərabərdir buradakı 45-ə. İndi də elə həmin şey yazacağıq. 4K mütənasib hissələrə bölünmək bu deməkdir. Bərabərdir 45-ə. 9K bərabərdir 45. K da bərabərdir 45/9 5. Bu ədədlərin hasilini istəyir. K-nı tapandan sonra yerinə qoyuruq. Bizim birinci ədədimiz budur, ikinci ədədimiz budur. Diqqətli olun. Demək, onda 4-ü vururam 5-ə. Eləyici K-nın qiymətini qoyuram da yerinə. 20. Sonra bir də burada 5-i qoyacağım yerinə. 5 vur 5 eləyəcək 25. Demək, bizim bir ədədimiz 20-dir, ikinci ədədimiz 25-dir. Bu da bizdən bunların hasilini istəyir. 20-ni də 25-ə vuranda eləyər 500. Cavab D variantı. Aha, baxaq 21-ə. 21. 21-də bizə deyir ki, bərə 4 saatda 20,4 kilometr üzdü. Eyni sürətlə 6 saatda 12 kilometr üzər. Belə məsələlərdə necə yazırdıq uşaqlar? Əgər baxın 4 saata 20,4 kilometr üzürsə, eyni saatda, eyni sürətlə deyir 6 saatda nə qədər üzər, neçə kilometr üzər. Həmişə belə məsələlərdə saatın altından yazılır, kilometrin altından. Baxın, bu 4 saat idi, bu da 6 saat. 6 x. Sonra necə edirdik bunu? Tənasüb formasında 4-ü x-ə vururuq. 4 vur x bərabərdir. 6 vur 20,4. İndi burada ixtisar var eləyirik. 6 4-dən 2 ixtisar gedir. 3. 4 2-yə bölünür. 2. 20,4 də sonu cüt ədədlə bitdiyi üçün 2-yə bölünür. 20-ni 2-yə bölürük 10. 4-ü 2-yə bölürük 2. 10,2. 3-ü də 10,2-yə vuranda 30,6 cavab oldu. 30,6. Bu 21. Ayda mən 22-ni elədim uşaqlar. Üzülü sayın 30,6 D variantını aldım. 22-ni yazdım. Heç olmaz. Siz də 21-i eləyərsiniz. Eyni şeydir. İndi baxaq. Bir də baxaq görək eynidirsə eynidir. Eynidirsə 21-i də eləyərək heç nə problem yoxdur. Elə yazaq 21-i də müxtəlifdir. Səyyah deyir 15 kilometr getdikdən sonra yolun 25% gedilməmiş qaldı. Bütün yolun uzunluğunu tapın. Baxın 15 kilometr deyir getdikdən sonra. 15 kilometr gedib 25% gedilməmiş qalıb da. Demək onda 25% gedilməmiş qalıbsa neyniyək? Nə qədər, neçə faizin gedib? Hər şey 100%-dir də. 100-dən 25-i çıxarıq, 75%-ni gedib. Həm də 15 kilometrini gedib. Belə çıxır ki 15 kilometr 75%'miş. Bu da deyir bütün yolun uzunluğunda. Bütün yol axı 100%'dir. Baxın faizin altından yazılacaq. Yolda bilmirik bütün yol nə qədərdir. X-100. Və salam tənasübümüzü qurduq. Yəni belə məsələləri biraz diqqətli olun ki, nəyi neylə götürürsünüz. X vur 75 bərabərdir 15 vurulsun 100. 75 15'e tam bölünür, eləyir 5. 100 də 5'e tam bölünür, eləyir 20. X bərabər oldu 20'ye. 21'de cevap oldu. 20 kilometre B variantı. Baxaq 23'e. 23. 23'də bizə tənasüb veribdir. Ortada yəni bərabər var 2 nöqtələr və yəni bölmədirsə tənasübdür. Tənasüb nə idi? Kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. Mən də sizə dəfələrlə videolarda izah edib demişəm ki, tənasübdə məşğul hardadır? Birinci oradan başlayın. Yəni ortadadırsa birinci ortadan başlayın. 5'də 14 vurulsun x. Bax bunu boyuna götürürük, bunu da buna. Mən görürəm bunlar adi kəsirdir, bu onluq kəsir. Onda bunu da adi kəsir çevirirəm. 3,6-nı necə deyirək? Gedib qıraqda çevirək. 3,6. Düzgün olmaya kəsir çevirək. 10,36. Bura birbaşa yazıram. Çünki kəsirləri vuranda böləndə düzgün olmayan kəsir çevirmək lazımdır. Vur 3'də 5. Baxın diqqətlə necə yazdıq. Tənasübdə vurma şəklinə gətirəndən sonra tənasübü məxrəclə
surətlə ixtisar gedə bilər. Amma yanbayan belə olmaz. Belə olar. Məsəl üçün, onu 5 ilə aparıram, 2. Sonra burada belə məxrəclərlə ixtisar qalmadı. 36 da 3-ə tam bölünür, 12. 14 12 ilə gedir. Baxın, biri bərabərliyin bu tərəfindən, biri bu tərəfindən. Belə ixtisar gedə bilər. Yəni sağından, biri də solundan. Amma yanbayan belə surətlə məxrəclə olmaz. 12 14 ilə hər biri nəyə bölünür? 2-yə. Burada 7 qalır, burada 6 qalır. Nə qaldı yazıram. Baxın diqqətlə. Bax nə qalıb? 5-də 7 qalıb. 5-də 7 vur x qalıb. Bərabərdir. Bərabərdən sonra nə qalıb? Aşağıda 2 qalıb, yuxarıda da 6 qalıb. 6 da elə 2 ilə ixtisar gedir də hər biri. Burada 1 qalır, burada 3. Düzdürmü? Demək onda baxın, burada 3 qaldı, bax burada 1. Başqa nəsə qalıb? Yoxdur içinə. İndi bu vurdu. Keçir bu tərəfə nə olur? Böl. X bərabərdir 1-də 3 böl 5-də 7. Bölmə olanda nə edirik? Vurma kimi yazırıq da. 5 ilə 7-nin yeri dəyişir. Olur x bərabərdir. İxtisar yoxdur. Ona görə məxrəcə vururuq. Surəti surətə. Cavab oldu. X bərabərdir 7-də 15. 23-də cavab A variantı. Baxaq 25-ə. 25-də yenə tənasüb, özü sadə tənasübdür 25. Yenə də kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Burada məşğul, burada da deyə elə kənarlardan başlayacağım. 10 vur y bərabərdir 4 vurulsun 25. Burada bu rahatdır deyə ixtisar eləmirəm. Elə 4 vur 25 100 eləyir. 100-ü də 10-a böləndə 10 eləyir. Əslində ixtisar apara bilərdik 25 ilə onu. 4 ilə də onu apara bilərdik. Aparmadım. Baxaq 27-yə. Cavab burada 25-dən oldu. 10 A variantı. Baxaq 27-yə. 27. 27-də bizə deyir ki, ət bişirildikdə öz çəkisinin 4%-ni itirir. 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? Ət bişirdikdə öz çəkisini 4%. Elə bir ki, ət bişəndə axı biraz çəkisi gedir də, 4% gedir. Neçə faizi qalır? 96%, düzdür? 100 çıx 4. 20 kiloqram deyir təzə ətdən. 20 kiloqram təzə ətdirsə, onda 20 kiloqram neçə faizmiş? 100%miş də. Təzə ət də axı hələ bişməyib. Bişəndən sonra 4% itəcək. Deyir 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? 4%-i itirsə, bişmiş ət neçə qalır? 96% qalmır. Demək, onda bişmiş ət 96%-də. Faizin altına yazıram. Bunu da bilmirəm, bişmiş ət nə qədərdir? X yazıram. X-dir 96. Tənasüb. X vurulsun 100. Burada da həmişə məchuldan başlayırız. Vur 100 bərabərdir 20 vur 96. 120-yə bölünür, eləyir 5. X bərabərdir 96. Vur keçir bir yana nə olur? Böl 96 böl 5. 96-nı 5-ə necə bölürsünüz? 9-un içində 5, bir dənə. 5, 4, 46-da 5 neçə dənədir? 9 dənə. 9 vur 5, 45. 1 qalır. Özümüzdən bura 0 atırıq. Bura vergül qoyuruq. Onun içində 5, 2 dənə. 2 vur 5, 10. Bitdi. Oldu 19 sam 12. 27-də cavab 19 sam 12 Y variantı. Aha, baxaq 29-a. Baxaq 29-a. Ədədin faizini tapmaqda sadədir. Bunu uca bilirsiniz. 240 vur 25 böl 100. Özünüz yazarsınız. Baxırıq 31-ə. 31-də bizə deyir ki, 155 ton mis filizindən 31 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Baxın, 155-dən 31 ton mis alınır. 155 tondan 31 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Bax, mən sizə bayaqdan neçə dəfə demişəm məsələlərdə. Bunu əvvəlcə kəsr şəklində yazın. Sonra kəsri faizi çevirmək üçün nə edirik? 100-ə vururuq. İndi gəlin ixtisara başlayaq. 100, 155. Hər biri sonu 0-la 5-lə bitən ədədlər nəyə bölünür? 5-ə. 105-ə bölünür 20. 155 5-ə bölünür 31. 31 də 31-dən gedir. Nə qaldı cavab? 20%. 31-də cavab oldu. 20% A variantı. İndi baxaq 33-ə. 33. 33-də bizə deyir 4 saata 17 detal hazırlayan dülgər eyni məhsuldarlıqla 85 detalı neçə saata hazırlayar?
tənasüb quracaq. 4 saata, yəni 17 detal hazırlayırsa, neçə saata 85 detal. Detalın altından yazılır. 85 bura neçə saata? Bilmirik neçə saata. X saata. Tənasüb. X vurulsun 17 bərabərdir. 4 vurulsun 85. Buradan da 85 17'ye tam bölünür. Olur 5. X bərabərdir. 4 vur 5 20. Cavab oldu 20. E variantı. 20 saata yəni hazırlayar. Baxaq 34'də. Tamam, belə qoyalım. Rahat görünsün. Aha. 34. 34'te bize deyir ki 34'te 34 yox, əksinə 35 təkrar işləyirdik. 35'te bizə deyir ki, fəhlə 170 detalı hazırladıqdan sonra məlum oldu ki, plan 68% yerinə yetirilib. Baxın, özü deyir də cümlədə, diqqətlə baxın. 170 detal deyil hazırladı, bu da 68% oldu. Yəni 170 detal 68%'miş. Deyir, plana görə fəhlə neçə detal hazırlamalı idi? Yəni ki, 100%'i soruşur da, axı demişəm sizə hər şey 100%'i. Bu faiz idi deyə faizin altından yazıram. Neçə detal hazırlamalı idi, onu da bilmirəm. X-3 100 detal. Tənasüb. X vurulsun 68 bərabərdir. 170 vurulsun 100. Burada da belə eləyək, tam bölünməyəcək. Amma 100 ilə 68 hər biri 4'ə bölünür. Burada qalır 25, tam bölünəcək. 25, 68 ilə 4'ə bölünəndə qalır 17. Aha, 170'də baxırıq ki, 17'yə tam bölünür. Eləyir 10. Orada nə qaldı? 10 vur 25 oldu 250. Cavab 35'də oldu 250. C variantı. Aha, indi baxaq 37'ye. 37'de bizə deyir ki, sinifdə oxuyan 30 şagirddən 5 nəfəri 5 ilə oxuyur. 13 nəfəri 3 ilə. Qalanları isə 4 ilə oxuyur. Bütün şagirdlərin neçə faizi 4 ilə oxuyur? Demək, 30 şagirddən 5 nəfəri 5 ilə oxuyur. 13 nəfər 3 ilə. 5'in üstünə 13'ü gəlirik. Edir 18. Demək, 30 nəfərdən 18 nəfəri 5 alır, 3 alır. Qalanları 4 alır. Onda 30'dan da çıxaram 18'i, 4 alandan sayını taparam da. 12 nəfər 4 alır. Deyir ki, bütün şagirdlərin neçə faizi 4 ilə oxuyur? Biz də nə edirdik birinci? Bütün şagirdlər cəmi, həmişə buraya yazırdı. Cəmi 30'dur. Neçə nəfər 4 alır? 12'si 4 alırdı. 30'da 12'si 4 alır. Əlbəttə həmişə kəsr hissə tapın, rahat olsun sizə məsələlər. Sonra da deyirik ki, indi faizlə soruşurdu. Kəsri faizə çevirəndə nə edirdik? Vururduq 100'ə. Hər biri 10'a bölündü. 12 də 3'ə bölündü. 4. 4'ü də 10'a vururuq. 40 və salam. 37'də cavab 40. B variantı. Gəldik 39'a. 39'da bizə deyir ki, şəhərin əhalisi bir il ərzində 70.000 nəfərdən 74.200 nəfərə qədər artdı. Əhalinin illik artım faizini deyir tapın. 70.000 nəfərdən 74.200'ə qalxıbsa, ilkin qiymət sizə 100 dəfə demişəm. Demək, bu 100%'dir. 70.000 100%'dir. 74.200'ə qalxıb, bu da bizdən əhalinin illik artım faizini soruşur. Yəni, nə qədər artıb, neçə faiz artıb? Onda 74.200'dən 70.000'i çıxarıq, eləyər 4.200. 4.200 nəfər artıb da, düzdürmü? Onda 4.200 x. Belə yaza bilərik. Və salam, tənasüb 70.000 vur x bərabərdir 4.200 vur 100. Hər biri 100'ə bölündü bunların. Buradan da 100'ə bölündü yenə. Qaldı 42 bölü 7. X bərabərdir. 42'ni də 7'yə bölürük. 6. 39'da cavab oldu. 6%. D variantı. Baxaq 41'ə. 41. 41'də bizə deyir ki, bağı münbitləşdirmək üçün bağban 2 kiloqram azot, 3 kiloqram fosfat və 6 kiloqram əhəngi qarışdırır. Azotun kütləsinin ümumi qarşılığının kütləsinin nisbətini tapın. Demək, azotun kütləsinin, azot nə qədərdir uşaqlar? 2 kiloqram. Baxın, 2'nin nisbət nədir? Bölmə.
kütləsinin ümumi qarışığın kütləsinə. Ümumi qarışıq, yəni bunların qarışığı. Qarışığı, yəni eləyən düzəldəndə nə edirsiniz? Toplayırsınız da. 2 üstəgəl 3, 5, 5 üstəgəl 6, 11. Qarışıq 11-dir. Qarışığa kütləsinə, azotun kütləsinin ümumi qarışığın kütləsinə nisbətini tapın. Yəni faizini demədi. Faiz desəydi vurardım 100-ə. Nisbətini dedi sadəcə. Cavab elə 11-də 2 C variantı. Gəldik 43-ə. 43. 43-də bizə deyir ki, 6 ədəd eyni metal pulun kütləsi 15 qram olarsa, 14 belə pulun kütləsi nə qədər olar? Yenə də, bax, 6 dənə deyir eyni pulun kütləsi 15 qramdır. 14 pulun x-dır. Tənasüb 6 vur x bərabərdir 14 vur 15. 14 6-ya ixtisar getdi 3. 14 2-yə bölündü 7. 15 3'e bölündü 5. X bərabərdir 7 vur 5 35. Cavab oldu 35 E variantı. Baxaq 45'ə. 45. 45'də bizə deyir ki, velosipedçi 9 kilometr məsafəni 1,5 saata gedir. O, həmin sürətlə 2 dəqiqəyə nə qədər yol gedər? Həmişə məsələdə uşaqlar fikir verin. Ölçü vahidləri eyni olmalıdır. Bu saat deyil burada, burada dəqiqə deyir. Burada kilometr verir, amma cavabları metrlə soruşur. Diqqətli olun. Onda mən götürüb 9 kilometri çevirəcəm metrəyə. Rastki cavablar metrləndir. 1 kilometr 1000 metrdir. 9 kilometr 9000 metr olar. Saatı da çevirəcəm dəqiqəyə. 1 saatımız 60 dəqiqədir. Bəs 1,5 saatımız, onu tapmaq üçün nə edirik? Vururuq 60'a. 60'a vuranda 0 kənara yazın. 6 vur 5 33 yadda, 6 vur 1 o da 3 yadda 9. Vergüldən sonra bir ədədi var 90. Demək 1,5 saatımız nə oldu? Ümumiyyətlə istənilən bir saatı istəyir kəsirlə verilsin, istəyir 3,2, nə bilim 4,2-də bir necə verilsə belə saat əgər dəqiqəyə çevirirsə 60'a vurmalısınız. Oldu 9000 demək metri gedib 90 dəqiqəyə. Bəs 2 dəqiqə nə qədər gedər? Baxın bu dəqiqə idi. 2 dəqiqəni də demək bunun altından yazmalıyam. X-dır 2. Tənasüb x vur 90 bərabərdir 2 vur 9000. Buradan 9000 əvvəlcə 0 aparın rahat olsun. 10'a getdi hər biri 1 0 silindi. Sonra da 900 9'a bölünür. Nə qalır? 100. X bərabərdir 2 vur 100 200. Cavab D variantı. Gəldik 47'yə. 47. 47. 47'də deyir ki, motosikletçi 48 km sürətlə 8 saat yol getdi. Yenə də tənasüb 48 saata, 48 km saat. Kilometr saat nəyinə ölçü vahidədir uşaqlar sürətin? Kilometr saata 8 saat gedib, o həmin məsafəni 6 saata hansı sürətlə gedər? 6 saata deyirsə saat saatın altından. X kilometri gedər 6 saata. Belə şey diqqətli olun. Düz yazmasınız yerinə məsələ səhv alınacaq. X vur 8 bərabərdir. 48 vurulsun 6. 48 8'e bölünür. Eləyir 6. Yerdə qalır 6 vur 6. 36. 47'də cavab 36 B variantı. Baxaq 49'a. 49'da bizə deyir ki, 20 ədədi 40 ədədinin neçə faizidir? Bunun videoda izah eləmişəm faiz dərsini. 20'ni nə edirik onun üçün? Vururuq 100'ə. Birinci gələn ədədi, yəni 100'ə vurub bölürsüz 40'a. 40 böl 20 eləyir 2. 100'ü də 2'yə böləndə eləyir 50. Baxaq 51'ə. 51'də bizə deyir ki, velosipedçi 1200 metr məsafəni 2 dəqiqə qət elədi. Yenə də həmin eyni tip məsələlərdir. 1200 metri 2 dəqiqə qət eləyirsə, həmin sürətlə 40 dəqiqə, dəqiqənin altına yazılmalıdır. X-dır 40 dəqiqə. Nə qədər yol gedər? X vurulsun 2 bərabərdir. 1200 vurulsun 40. X bərabərdir. 40'ı bölək 2'yə 20. 1200'ü də buna vuranda 12'ni vurun 2'yə rahat yolla 24. 1, 2, 3, 3 dənə də 0'ı düzün yanına. 24.000 cavab. C variantı. 53. 53.
53-də bizə deyir ki, 40% 30 olan ədədi tapın. Faiz gəlirsə birinci faizə görə tapanda ədəd nə edirdik? Ədədi 30 ədəddir burada. Ədədi 100-ə vurub faizə bölürdük. 0-ı aparaq, hər biri 10-a bölündü. 100 də 4-ə tam bölünür, eləyir 25. 3-ü də 25-ə vururuq, 75. Baxaq 55-ə. 55-də bizə deyir 5-dəki hissəsi gedildikdən sonra bütün yolun neçə faizi gedilməmiş qaldı. Gedilməmiş qaldısa 5-də 2 hissəsini gedibsə uşaqlar neçə hissəsi qalar? 5-dən 2-sinə gedib. Qaldı yerdə 5-dən 3-ü. Elə bir 1-dən çıxırıq da 5-dəkini. 5-də 5-dən yəni 5-də 2-ni çıxırıq, qalır 5-də 3. Kəsirdə faizi, axı bizdən faizdən soruşur. Baxın faiz. Faizdən soruşursa nə edirik? Kəsiri faizə çevirmək üçün 100-ə vururuq. 105-ə bölünür 20, 3 vurur 20, 60. 55-də cavab 60 A variantı. Baxaq 57-yə. 57-də bizə deyir ki, yolun 80%-in getdikdən sonra hansı hissəsi gedilməmiş qaldı? Əvvəlcə faizlə tapaq da, bizə 80 verir. Yolda 100%-dir. 80%-i çıxırıq, eləyir 20%. Yolun 20%-i qalıb, gedilməmiş qalıb. Faizi kəsirə çevirmək üçün uşaqlar nə edirdik? 100-ə bölürdük. Böl 100. 100-də 20-yə bölünür. 5-də 1 cavab oldu. 5-də 1. Kəsirə çevirdik. D variantı. Baxaq 59-a. 59-da bizə deyir, şagirdin həll etdiyi 15 tapşırıq onun bütün tapşırığının 20%-ni təşkil edir. Şagird elə bir 15 dənə tapşırıq yerinə yetiribdir. O da 20% deyir. Yəni özü dili nə deyir də bizə? Yəni deyir ki, 15 tapşırıq 20%-dir. 15-20-dir. Şagird ümumilikdə neçə tapşırıq həll edib? Ümumilikdə, yəni bütün hamısının neçə faiz olurdu uşaqlar? 100%. Faizin altından. X-100%. X-i vururuq 20-yə, bərabərdir 15 vurulsun 100-ə. 120 ixtisar gedir 5. X bərabərdir 15 vur 5, 75. Cavab 75. Cavab 75 səhifəsi var. Daha doğrusu tapşırıq eləməlidir. Y variantı. Baxaq 61-ə. 61. 61-də bizə deyir ki, şagirdin həll etdiyi 50 tapşırıq onun bütün tapşırıqlarının 10%-ni təşkil edir. Özü dili ilə yenə də deyir. Yəni deyir 50 tapşırıq 10%-dir. Şagird ümumilikdə yenə neçə tapşırıq eləyər? Ümumilikdə neçə tapşırıq? 100%. Faizin altından. X-100%. Yenə də tənasüb. Burada da olacaq. X vurulsun 10 bərabərdir. 50 vurulsun 100-ə. 100 10-a bölünür. Eləyir 10. 50-ni də 10-a vuranda eləyəcək 500. Yerim yoxdur deyə belə yazdım. Cavab 61-dən 500 A variantı. Baxaq 63-ə. 63. 63-də bizə deyir ki, məktəbə gətirilən 800 kitabın 65%-i ədəbiyyatdır. Qalanları riyaziyyat kitabıdır. Məktəbə neçə riyaziyyat kitabı gətirilib? Əgər 65%-i ədəbiyyatdırsa ya, uşaqlar, yerdə neçə faiz qalır? Yerdə 35% qalar da, 100-dən 65-i çıxırıq, 35%. Demək, riyaziyyat kitabı 35%-dir də, düzdür. Bütün kitablar da 800-dür. Bizdə 800-ün 35%-ni tapmalıyıq ki, görək nə qədər riyaziyyat kitabı var. Onun üçün nə edirik? 800-ü 35-ə vurub, 100-ə bölürük. 800 100-ə bölünür, 8 eləyir. 8-i 35-ə vuranda 280 eləyir. 63-də cavab 280 C variantı. 65-i bilirik. 20-də 17 kəsirindir, faizini ifadə elə. Faizini ifadə eləmək üçün nə edirik? 100-ə vururuq. 100-ə vuranda 120-yə bölünəcək 5. 5 vur 17. 85 C variantı. 67 eynən bayaqki məsələdəndir. 40-6, 20-x. Özünüz eləyərsiniz, rahatdır. 69. 175%-i onluq kəsir şəklində göstər. Faizi kəsirə çevirmək üçün nə edirdik? 100-ə bölürdük. 175-i 100-ə böləndə eləyər 1,175. 2 vahid sürüşər vergül. 71-ə baxaq. Bunlar artıq şahidi, hamısı da eyni tipdir. Bunlardan nə qədər eləmişik. Piyada yolun 25%-ni getdikdən sonra yolun hansı hissəsi gedilməmiş qaldı? Bayaq eynən bundan elədik. Baxın 57-də kopyasıdır. Demək 25%-ni getdisə nə qədəsi qaldı? 100-dən 25-i çıxarıq, 75%-i qaldı. Faizi də kəsirə çevirmək üçün nə edirdik? 100-ə bölürdük.
olur 75 bölü 100. %75. %75 de ixtisar gedir. 25'e olur Y variantı 4'də 3. Gəldik 73'ə. 73. 73'te deyir velosipedçi uzunluğu 25 km olan yolun 40%'ni getdi. O bu yolun sonuna çatmaq üçün daha neçə kilometr getməlidir? Gəlin bunu yazaq. 73. 25 kilometr olan yolun 40%'ni gedib deyir. O bu yolun sonuna çatmaq üçün daha neçə kilometr getməlidir? 40%'ni gedib nə qədər qalıb uşaqlar? 100-dən 40'ı çıxarıq, 60% qalıb. Demək onda 25 kilometrin 60%'ni tapmalıyıq. Böl 100. 125'e bölünür 4, 64'e bölünür 15. Mən tez-tez deyirəm uşaqlar məsələləri. Əgər istəyirsinizsə, yəni orada videoda asta xoda qoya bilərsiniz də. Qoyun, asta-asta yəni qulaq asın. 75. Burada 73'te cavab oldu. 15 A variantı. 75. 75'te deyir ki, iclasda 300 nəfər iştirak edir. Qərarın qəbul edilməsinə 225 nəfər razılıq verdi. Qərarın qəbul edilməsinə bütün iştirakçılar neçə faiz razılıq verdi? Yenə bayaqki məsələdən ümumini, cəmi, nə qədər nə var, onu buraya yazırsınız məxrəcə. Yuxarıya isə neçə nəfər səs verib, nə qədər nə istifadə olunub, yəni cürbəcür məsələlər var da, onu yazırsınız. Yəni 225 nəfər razılıq verib. 225 nəfər bura. Yəni 300-də 225 nəfər səs vermədə, qəbulda iştirak edib. Qərarın qəbul edilməsinin bütün iştirakçıların neçə faizi, faiz soruşursa kəsri faizi çevirəndə nə edirik? 100'ə vururuq. 300 100'ə bölünür eləyir 3. 225'i də 3'ə böləndə nə olacaq? Ağac bölməklə bölün. Baxın ki 75 eləyəcək. Cavab A variantı. Baxaq 77'yə. 77. 77'də bizə deyir ki, diaqramda okeanların tutduğu sahələr göstərilmişdir. Atlantik okeanının sahəsi Sakit okeanın sahəsinin neçə faizidir? Atlantik okeanına baxın uşaqlar. Atlantik okeanı baxın budur. Nə qədərdir? 90. Aha. Bəs Sakit okean nə qədərdir? Sakit okean 180. Deyir Atlantik okeanının sahəsi. Bax birinci Atlantik gəlir. Diqqətli olun. Birinci Atlantikə yazırsınız. Sakit okeanın sahəsinin neçə faizi deyəndə Sakit okean getdi düşdü aşağı. Neçə faizidir deyirsə, kəsri faizi çevirəndə nə edirik? 100'ə vururuq. Demək, bunların hər biri 10'a bölündü. Əlvəcən sıfırlar getdi. 18 9'a tam bölünür 2. Bura 1. 100 də 2'yə tam bölünür. Eləyir 50. Nə qaldı cavab? Elə 50. 50 faizidir. Cavab D variantı. Baxaq 79'a. 79 adı yenə tənasübdür. 79. 79'da nə idi? Kənar hədlərin hasili bərabərdə orta hədlərin hasilinə. Burada x-i burada görürüksə, məchul ortadadsa birinci ortadan başlayırıq. X vur 6'da 19 bərabərdir. 0,4 dövrdədir. Dövrdə olanda necə çevirirdik? Neçə dənə mötərizənin içində ədəd var? O qədər 9 atırdıq. 9'da 4 vur 0,157'ni də gəlin kəsirlə yazaq. %57. Necə deyirik elə? %57. Bu formada yazandan sonra başlayırıq ixtisarlara. Aha, 104'ə tam bölünür. Olur 25. Sonra 6 ilə 9 ixtisar gedir. Hər biri 3'ə gedir. Burada 3 qalır, burada 2 qalır. 57 3'ə tam bölünür. Qalır 29. Başqa ixtisarımız yoxdur. Nə qaldı? Yazıram. Aha, 57'ni mən 3 ilə apardım. 29 eləmir uşaqlar, üzülü sayın. 57'ni 19 ilə aparacağım. Qoy bu qalsın. 57'ni 19'a böləcəm. Bu eləyəcək 3. 3 də bu 3 ilə gedəcək. Aha, diqqətli olun. İndi nə qaldı yazıram. X vur. Burada heç nə yoxdursa 1'dir. 1 böl 2, aşağıda 2 qalıb. Bərabərdir. Buralarda hamısı gedib aşağıda 25 qalıb. Yəni durub 25 elə belə 25 yazmayın. Aşağıda qal baxı. Yuxarıda heç nə yoxdursa 1'dir. Vur keçir bu tərəfə nə olur? Böl 25'də 1. Böl olanda da nə olur? Vurmaya çevrilir. Yeri dəyişir. 1 düşür aşağı 2 qalxır yuxarı. Cavab nə oldu? 25'də 2.
25-də 2. 79-da cavab 25-də 2. Baxırıq cavablar onluq kəsirləndə gedirik onluq kəsir çevirməyə. 100-ə tamamlasaq, uşaqlar baxın onluq kəsir rahat çevirərik. 8. Yəni 0,8 cavab oldu. 79'da E variantı. E variantı. 0,8. 2'ni ağac bölməni 25'e də bölüb çevirə bilərdiniz. Baxaq 81. 81 yenə də tənasübdür. Amma nisbət soruşur. Yenə də kənar hədlərin hasili, yəni 2 nöqtə bölmələri gördüsü tənasübdür də. 3x vur 10 bərabərdir. Kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. İxtisar var eləyirik. 10 5-dən ixtisar gedir. Qalır 2. 9 3-dən ixtisar gedir. Qalır 3. Nə qaldı köçüdürsüz? X vur 2 bərabərdir. Y vur 3 qaldı. Y vur 3. İndi bizə deyir ki, x böl y-i tapın. Baxın uşaqlar, x böl y. Əgər mən bunu buna böləcəmsə, onda cavab da bu bölünsün bu alınacaq. Yerlər dəyişəcək. Diqqətli olun. X böl y bərabərdir. 3 böl 2. 3 böl 2. 3'ü də 2'ye böləndə nə olar? Ağac bölmə ilə bölün. Görəcəksiniz ki, 1,5 eləyər. A variantı. Baxaq 83'ə. 83. 83'də bizə deyir ki, kitabın qiyməti 20% ucuzlaşdıqdan sonra 16 manat olubsa, kitab əvvəlcə neçə idi? 20% ucuzlaşıb. Nə qədər olub? 80% olub da, düzdür? Ucuzlaşanda çıxırsınız da. 80% olub 16 manat. Deyir, kitab əvvəlcə neçə idi? Əvvəlki qiymət nə olur? 100% olur. Faiz 20, 100-dən 20 çıxıb 80 yazmışlar. Faiz budur. Faiz faizin altından. Yəni 100% olanda nə qədər olacaq? Bilmirik. X olacaq. Onda 80 vurulsun x bərabərdir. 100 vurulsun 16. Buradan da 80 16'ya tam bölünür. Eləyir 5. 100 də 5'e tam bölünür. Eləyir 20. 83'də cavab 20 manat. Baxaq 85'ə. 85. 85'də bizə deyir ki, malın qiymətini 50% artırdılar. Sonra yeni qiyməti 50% artırdılar. Malın yeni qiyməti yenə də demək 50% artırdılar. Malın ilkin qiymətini soruşur. 50'nin üstünə 50 gəlib 100 zat deməyəsiniz. Bax, burada da sizi çaşdırır. Görürsünüz, yazıb 100. Elə şey eləməyəsiniz heç vaxt. Bilin ki, elə bir dəfə cavab, yəni 50 üstə 50 100 ola bilməz. Daha da əksinə, yəni birinci 100 cavabından vaz keçin. Malın qiymətini 50% artırdılar uşaqlar. Nə qədər oldu? 150. Sonra yeni qiyməti 50% artırdılar. Yəni 150'nin üstünə də 50 gəlməyin. 150'nin 50%'ni tapın. Gəlin 150'nin üstünə. Və yaxud da yeni qiyməti, yəni 150'ni 50% artırdılarsa, elə birbaşa gedin 50% artırıblarsa, yəni yenə də 150% olur da. Elə 150'nin 150%'ni tapın. Bu daha rahatdır. Bu 0 bu 0'la gedir, bu 0 bu 0'la 15 vur 15 eləyir 225. Cavab olacaq 225. Cavab amma yoxdur. Malın çünki deyir ki, malın ilkin qiyməti necə dəyişdi? Malın ilkin qiyməti 100% idi də, uşaqlar düzdür. İndi nə oldu? 225 oldu. 225'dən də 100'ü çıxarıq əvvəlki qiyməti, yəni eləyə cavab 125 oldu. D variantı. D variantı. İndi gəldik 87'yə. 87'də bizə deyir ki, iki müsbət ədəddən biri 10%, digəri 40% azaldı. Baxın, biri 10% azaldı, oldu 90%. Digəri 40% azaldı, o da oldu 60%. Deyir, onların hasili necə dəyişər? 90'ı vururuq 60'a. Hər birini ayrı-ayrı 100% götürmüşdüm deyə, ona görə bir dənə 100'ə bölürəm, aradan çıxardıram bir 100'ü. Əslində, həmişə hər şeyi bir dənə 100 götürmək lazım idi. Mən bunu belə qısa sadə yolla, yəni sizin üçün yazıram. Olur 9 vur 6, 54. Yəni, bax, yadda saxlayın. Deyəndə biri 10% azaldı, 90% oldu. Biri 40% azaldı, 60 oldu. Artsaydı 100'ün üstünə gələrdi. Desəydi 10% artdı, 110%. 40% artdı, olacaqdı 140. Sonra yenə 100'ə bölünəmişə. Oldu 54. İndi cavabı 54 tapan kimi qaçaq-qaçaq gəlib 54'ə işarə qoymuyoruz. Yəni sizə deyir ki, hasilin necə dəyişər?
onların hasili necə dəyişər? Yəni əvvəldən 100 idisə, hər şey 100%dir. 100-dən də 54-ü çıxarıq, eləyər 46. 46% azalar. Cavab B variantıdır. Diqqətli olun. Gəldik 89-a. 89. 89-da bizə deyir ki, məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Qızlar bütün iştirakçıların neçə faizini təşkil edir? 200 oğlan, 300 qız təşkil edir. Mən sizə demişəm, hər şeyin cəmini məxrəcə yazın. 500 nəfər iştirak edir də cəmi, 200 ya 300. Yuxarıda biz nə yazacağıq? Qızları soruşur da. Qızlar nə qədərdir? 300 nəfərdir də. Qızlar getdi yuxarıya. 300 nəfər qız. Qızlar bütün iştirakçıların neçə faizi soruşursa nə edirəm? 100-ə vururam. 500-də 100-lə ixtisar gedir, 5 qalır. 300-də 5-ə tam bölünür, 60 edir. 60%-ni təşkil edir. Burada uşaqlar 88 görürəm müxtəlifdir. Onun burada bir tayı yoxdur. Yəni eynisi yoxdur. Ona görə mən 88-i sizin üçün həll edəcəm. 88. 88-i bizə deyir ki, x çıx s bölünsün x üstəgəl a bərabərdir s bölünsün b-yə. Deyir, bu tənasübdən deyir, x-i tap. B sıfırdan fərqlidir, B S-dən də fərqlidir. Yəni B S-yə bərabər deyil, eyni deyirlər deyir. B sıfırdan da fərqlidir. Gəlin buradan x-i tapaq. X-i tapaq. Demək, x çıxılsın, birinci B vurulsun, x çıx S bərabərdir, S vurulsun, x üstü gəlsin A. Baxaq görək nəticədə nə alınır. X-i tapmaq üçün burada tənasübdən. Buradan da yaza bilərik ki, B qız mötərizəni vurub açırıq. B vur S bərabərdir, S vur x üstə gəlsin, S vur A. Yanında x olanları çəkirəm bir tərəfə. Olur B x çıx S qız bərabərdir, S A, B S-ni də keçirdəndə olur müsbət B S. Hər birində nə var? X var. X-i çıxardıram mötərizənin xaricinə. Nə olur? X vur, B çıx S bərabərdir. Buradan da S çıxar mötərizənin xaricinə. İçəridə nə qalar? A üstə gəl B. İndi bizə X-i istəyirdi də. X-i tapmaq üçün nə edirəm? Bu vurdu. Keçir bu dəfə nə olur? Böl. Bu S vur A üstə gəl B bölünsün buna. B çıx S-yə. Baxın. S vur A üstə gəl B. Aha, B çıx S. Y variantı cavab. Keçdik 91-ə. 91. 91-də bizə deyir ki, alma ilə dolu səbətin kütləsi 31,2 kiloqram. Boş səbətin kütləsi 1200 qramdır. Mən də sizə demişəm, məsələlərdə ölçü vahidlərinə fikir verin. Bu kiloqram dedi, bu qram dedi. Demək, onda gedək kiloqramı çevirək qrama birinci növbədə. 31,2 qrama çevirmək üçün nə edirik? Minə vururuq. Çünki 1 kiloqram 1000 qramdır. Minə vuranda nə olur? 1, 2, 3 dənə ədəd keçməlidir bu. Vergüldən sonra bir ədəd var, amma ikisi yoxdur. 2 dənə də 0 atırıq. Olur 31.200 qram. İndi deyir ki, alma ilə dolu səbət. Yəni səbətlə, mən alma yazıram A, səbəti də yazıram S. İkisi bir yerdə 31.200-dür. Deyir ki, boş səbətin kütləsi də 1200 qramdır.